Mən 1955-ci ilin aprel ayında anadan olmuşam. Comur kəndində. İlk təhsilimi də Comur kənd orta məktəbində bitirmişəm. Sonra əsgərə gedib, qayıdandan sonra instituta qəbul olmuşam. Naxçıvan Dövlət Universitetinə. Məndən qabaq Səməd Hidayət də, bundan sonra məndən qabaq çıxış edən yoldaşların hamısı dedi. Yalnız müəllim işləyə bilərdi. Bundan qalan heç bir şey, Kənd Təsərrüfat İnstitutunu qutaran, yaxud da ki, elmlər namizədi, heç kim də oralarda işləyə bilməzdi. Bizdə yalnız bizim rayonda, Paşalı rayonda Hidayət müəllim dediyi kimi atası işləyib, bir də Səməd Hidayət yalnız və yalnız Azərbaycan kəndlərinin içərisində bizim rayonda işləyib. Şükür müəllim, neçə il müəllim işləmisiniz? Mən 10 il orada işləmişəm. Bəli. Sonra elə 78-ci ildən deyəm ki, müəllim işləmişəm da, düz 22-ci ilə qədər. 2022-ci ilə qədər müəllim işləmişəm. Bizim kəndimizin məktəbi 2 mərtəbəli bina idi, özü də çox gözəl. Hamısı da kabinet sistemi idi. Təxminən nə qədər şagird var idi məktəbdə? Bizdə 360 şagird. Cavad Ağdağ kəndi 1 idi. Onlarda 8 illik məktəb idi. Bizdə 10 illik məktəb idi. Ağdağ kəndi ilə Cavad kəndindən 8 sinif qutaran şagirdlər gəlirdi, bizdə oxuyurdu. Ona görə də bizdə böyük məktəb idi. Özü də bizdə məktəbimiz hamımızda kabinet sistemi idi. Düzdür, indi ali təhsilləri sıxışdırırdılar, ancaq müəllimləri yox. Müəllimlərin nəyi sıxışdırırlar? Yalnız və yalnız müəllim idi. Amma onu da deyim ki, bizim məktəbdə aparat vermişdilər, kino aparat vermişdilər, magnetofon vermişdilər. Hamımızda belə, məsələn, mən ədəbiyyat müəllimi kimi dram əsərlərini aparatla tədris edirdim. Səssiz idi, amma obrazları göstərəndə mən də onları kimdir, nəçidir, onları təhlil edirdim. Bax, belə bir dərs keçirdik. Bəxtiyar müəllimə mən dərs demişəm. Çox gözəl. Başqa? Sonra Faiq müəllimə dərs demişəm. Nərman müəllimə polkovnikdir, dərs demişəm. Kəndimizdə demək olar ki, haradasa polislər daha çoxdur. Sonra polis mayoru, hamısı da mənim şagirdlərim olub. 10 il oldu dərs demişəm. 10 ildə hər sinifdə bir 20 şagird olurdu. Bu da eləyirdi 2 şagird. 2 şagirdin içərisində nə qədər ziyalılarımız var. Hələ universitetdə nə qədər ziyalımız var. Dərs dediyim uşaqların hamısı da universitetdədir. İnstitut, universitetləri bitiriblər. Buralarda yer vermədiklərinə görə Xalq Təsərrüfatı İnstitutunu bitirirlər, ermənilər sıxışdırır, vermir. O da çıxıb gedirdi. Bir gün bizim məktəbimizə, onu da qeyd edeyim ki, bizim məktəbimizə bir dənə inspektor gəlmişdi. Rəhmətli Şən müəllim də Bəxtiyar müəllimin əmisi. Gəlmişdi məktəbə, o da direktor işləyirdi. Biraz o yana, bu yana. Bu Şən müəllim də həddindən artıq sakit adam idi. Onu deyim ki, hər şeyə əsəbləşən deyildi. Məktəbdən direktordan çıxartdılar. Şən müəllim getdi, Naxçıvanda Şərq qəzeti var idi. Şərq qəzetində redaktor işlədi. Sonra oranın havası, suyu Şən müəllim götürmədiyinə görə bir də qayıtdı kəndə. Kəndə qaydanda zavod işlədi. Bax, belə məsələlər var idi. Məsələn, deyək ki, əvvəllər dediyim, kəndimizə hamam tikmişdilər. Deməli, bu hamama su getməmişdilər. Neçə illərdir elə qaldı. Sonra cəmaata torpaq sahəsi də vermirdilər ki, ev tiksinlər. Sonra mən getdim oraya, mağazinə çıxırdıq, Mədəniyyət evinin direktoruna. Bax, bu Səmədov qafanla, Hidayət müəllimin əmisi oluyor. Çıxdım, bir də baxdı ki, bir uşaq oradadır. Dedim Səmədov, bu uşaq burada niyə? Dedi ki, nə danışsan? Dedim, müəllim, orada ailə yaşayır. Dedim, ola bilməz. Getdik oraya ki, deməli, 9 ailə yaşayır.
Özdə Sovxozun ambulatoriyası da oradadır. Yəni nə bilim TTS, Kralini hamısında iyi dünyanı götürüb. Mən də gəldim bir dənə məqalə yazdım. Hamam oldu yaşayış binası. Bir ədəbiyyatçı kimi də göndərdim redaksiyaya. Orada çıxırdı Sovet Hayastan qəzeti erməni dilində. Bir də Sovet Ermənistanı Azərbaycan dilində çıxırdı. Burada da bir Arzu adında biri olan var idi. Dedi ki, nə qədər məqalə yazsanız göndərməyə mən çıxartıracağım. Bunu aparır, redaktora deyir ki, bu tənqidi məqalədir. Bunu çap eləyə bilmərik. Nəsə oradan birbaşa bu Vartanyan deyirlər. Vartanyan onda icra hakimiyyətində işləyirdi. Rəsparkom Rusiyanında, Rəsparkomda. Hə, göndərlər ona deyir ki, yox, nətər ola bilər ki. Sonra məni çağırdı ki, getdim yanına. Dedi, sən sataşmağa adam tapadın, mənə sataşın. Dedim, mən niyə sizə sataşıram, niyə sataşım ki? Mən kimə sizə sataşam? Dedi ki, tənqidi məqalə yazmışsan, sən xəbərin var. Dedim, hə, tənqidi məqalə yazmamışam. Hamam oldu yaşayış binası. Mən nəysə. Sonra dedi ki, bəs o tərəf, bu tərəfə mənə elə bilən qorxmaq məsələdir. Dedim, niyə qorxudursan? Sultan bəy 30 evdir. Orada lampuşka fabrikası yaratmıyor. Sonra bu elektrik zadı çıxardırsınız, patronu çıxardırsınız. Paşalıda tütün kombinatı var. Ondan sonra Azadlıqda həmçinin belə bir yaratmışsınız. Necə olur ki, bu erməni kəndlərində şərait yaradırsınız, bizim kəndlərin adamlarına bir şərait yaratmışsınız. Hamısı da gəlib erməni kəndlərində çoban işləyir. Bu sizə sonra dedi ki, sən nə danışırsan? Biraz danışdı oraya bura. Dedim ki, bəli, bizim bir kəndimizə bir su çəkə bilmədiniz. Bax, kəndimiz gör neçə bulaq var. Dib bulaqdır, Seyid bulağıdır. Ondan sonra orada zatdır, Söyük gölünün bulağıdır. Sonra cavabı tərəfdə 2 dənə, 3 dənə bulaq var, çay kimidir. Onları niyə getmirsiniz? Nəysə, mənə inanmadı. Babinin dedi ki, oturun bilsə, gedin baxın. Gəllər, getdilər, baxdılar ki, doğrudan da mənim dediyim faktdır. Bax, belə hadisələr olurdu. Nəysə, bax, bizi ümumiyyətcə sıxışdırırlar. Ali təhsillərimizi sıxışdırırlar. Gəlirlər, dərslərdə otururdular. Ermənilər gəlirdi, otururdu. Amma, məsələn, Azərbaycan dilində bilmirdilər da. Azərbaycan dilini bilmək üçün məktəblərdən Azərbaycan dili müəllimi gətirirdilər. Mən Azərbaycan dili müəllimi kimi məni yoxlamağa ZT-yə göndəriblər. Bizə Küçbə kəndi var, bura göndəriblər. Hə, indi onlardan da gəlib kəndi Azərbaycan dili ədəbiyyatı məsələn, imla yazdırırdı, inşa yazdırırdı. Ən çoxu imla yazdırırdı. Orada gəlirdilər yoxlamaya. Yaxud da ki, bir də baxırdın ki, ermənilər riyaziyyat müəllimini istəyirlər sıxışdırırlar, kimya müəllimini sıxışdırırlar. Amma çalışırdılar ki, Azərbaycan müəllimlərində elmi səhv tutsunlar. Fəhlələr gedirdi, erməni kəndlərində işləyirdi, fəhlələr işləyirdi. Bizim öz kəndimizdə, sovxozumuzda çobançılıq edirdilər. Təsiri yox idi. Fəhləyə nə təsir edəcək ki? Çalışırdılar ki, ziyalı dəstəsini zaten rayona çıxarsınlar sonra. Ya bax, məsələn, bizim rayonda nə qədər təhsillimiz var. Xalq təsərrüfatını qutaranlar, kənd təsərrüfatını qutaranlar, ondan sonra iqtisadiyyatı qutaranların heç birinə yer vermirdilər orada. Hamısı da məcbur olub gəlirdi Azərbaycana. Yalnız və yalnız orada qalan müəllimlər idi. Vəssalam, müəllimlərdən başqa heç kimi saxlamırdılar. 88-ci il hadisələrini mən sizə deyim, bu bizim məktəbin direktoru çıxandan sonra bu Kötanlı kəndindən bizə bir direktor gəldi. Əvvəldən bizə tarix müəllimi işləyirdi. Onu bizim məktəbə direktor verdilər. Bu hadisələr
deməli 88-ci ilin fevral ayının 14-də Xankəndində başladı. Xankəndində başlayandan sonra onlar deyir ki, Qarabağla Ermənistanı birləşdirək, Naxçıvanı alaq, nə bilim nətər, belə filan. Nəsə bir gün bizi çağırdılar, direktoru çağırdılar iclasa. Mənə dedi ki, bəli, mənlə gedərsən, dedim mənə getmə. Getdi rayona iclasa, Rəqomluqda gedirdi iclas. Getdi İrəvandan da limanda gəlmişdi. Nazirlər Sovetindən gəlmişdi. Orada danışırdı. Məsələn, mən çox elə başa düşə bilmirdim də. Amma çox şey bilirdim ki, onu bilirdim ki, Azərbaycanı demirdilər. Türkləri buradan çalışın, sıxışdırın. Türklər çıxsın, geçsin. Burada Qarabağı birləşdirək özümüzə. Hə. Belə özlər sıxışdırın, amma deyirdi, ölüm də olsa olar. Ölüm də olsa olar. Sonra bu çıxdı iclas qutarandan sonra Sabir müəllim mənə deyir ki, o da onların kəndi, Kötanlı kəndi ermənilərlə qarışıq idi. Erməni dilində yazmağı da, oxumağı da yaxşı, dili də çox qəşəng bilirdi. Yayı gözlədik, imtahanları zadı götürdük, ondan sonra da məcburiyyət qarşısında qaldıq, köklü gəldik. Bir faktda deyim ki, mən əmək kitabçamı almamış gəldim. Noyabrın tətili var idi. Həmişə axı birinci ürüb, ikinci ürüb, üçüncü ürüb, noyabrda tətil verirlər. Mən məcbur getdim rayona ki, əmək kitabçamı oradan götürüm gəldim. Daha hamı köçüb gelib, kənddə biri 30-40 ailə asakkalar, biçəklər qalıb. Ona qalanı gənclərin hamısı da çıxıb gedir. 5-6 inspektor oradadır. İmam Quliyem, mənim familiyama deyirlər. İmam Quliyem, nə gəlmişsən? Hamısı da tanıyırdı da gəlmişlər, məktəbdə dolanışlar yaparlar, hamı da tanıyırdı. Biri gəldi bədən tərbiyə müəllimi, mənə əl uzatdı, mən də görüşdüm. Sonra orada bizim qonşu kənddən bir Beni Kasraniyan vardı. Ən qatı düşmən, Türklərin düşməni. Ən qatı, bax bizim düşmənimiz ən qatı o idi. Daha bir ikisi, üçü gəldi, görüşdü, amma o dedi, mən də dedi, nə görüşürsünüz, bu Türklə. Fikir verir. Sonra bu müdür gəldi. Müdürə mən deyim, salam, bağışlayın, üzr istəyirəm, nə tər olub onu da deyəcəm. Dedi, nə salam, mən tüpürümsün salam. Belə bir qayıtdım, baxdım. Ben nə deyə bilərəm ki, heç nə. Getdi içəri, getdim, deyim, əmək kitabçamı ver. Dedi ki, sən qaçalıq eləmişsən, ora-bura getmişsən. Dedim, yaxşı eləmişəm. Çığır üstümə, deyim, çığırma. Çığırma, otur yerində, adını ver. Əmək kitabçamı ver. Sonra burada bir inspektor var. Gəldi, deyir ki, nə çığırırsan? Çığırma da. Deyir, əmək kitabçamı ver də, yaz ver. İndi istəyir, Rusça, Erməncə yazdılar. Amma deyir ki, bunu aparın, Rusça'da yazdın ki, onlarda 36 var idi. Onunla əgər çıxardılarsa, deməli, qayıtsan oraya da sana iş yox. Çünki o stadiyanı qoyurlar. Sonra nəsə deyin, nə çıxırsa. Tudavoy Erməncə yazandan sonra deyir ki, aparın Rusça'da yazdır. Çünki belə qaçaqlıq eləyib, nə bilim, nətər eləyib. Dövlətə xəyanət, nə bilim, məktəbə xəyanət, şagirdlərə xəyanət. Aparıb yazdırırlar deyə gətirirlər. Onda da mən düzəlmişdim məktəbə müəllim. Ağdam rayonunun Çuluq kəndində müəllim işləyir. O əmr göstərdim, demək, nə yazırsan yaz, əmək kitabçamı. Oradan getdi mədəniyyət evi. Getdi oraya. Orada da hamısı da qızı. Yalan olmasın, bir 10-15 dənə qız idi. Getdi oraya, bizi belə kurku aldılar. Kurku alandan sonra belə dairəyə aldılar. Alandan sonra bu mədəniyyət evinin direktoru Qazaryan millətpərəst deyildi.
Dedi ki, dedi Səmədov, nə gəlmişsən? Kim çağırıb onu? Bir qız dedi, mən çağırmışam. Dedi, yaxşı çağırmışsınız. Adam görməmişsiniz. Qafarı görməmişsiniz, Səmədov Qafarı görməmişsiniz. Nə kurup inirsiniz? Hər gün də buradaydı. Adam görməmişsiniz siz. Dedi keçin bura, keçdik. Nəysə keçəndən sonra dedi, Qafar, nə gəlmişsən? Dedi, mən çağırıblar, mən də gəldim. O çağırdı, qızı çağırdı. Dedi, sən bilirsən ki, bunu niyə çağırmırsan, nə səbəb çağırmırsan? Çağırmırsan ki, bunu burada öldürsünlər. Sən belə bir istəyirsən. Sonra gördük ki, ermənilər aşağıdan nümayişə gəlirlər. O rayonun yuxarı tərəfində bir yeməkxana vardı, onun yanı geniş idi. Orada Dağlıq Qarabağın güya ki, bayrağı, ondan sonra Ermənistanın bayrağı, belə əllərində gəlirlər. Sonra Qazaryan belə baxdı, deyib, tərpənməni otururlar. Oturduk, sonra ta ki onlar gələnlər kimin, sonra dedi birisi maşını xodladı, oturduk qabaqda, biz oturduk onun arxasında. Dedi ki, başınızı əyin ki, görməsinlər sizi. Gəldik oradan keçəndən sonra, o nümayişin yanından keçəndən sonra, o Qazaryan orada düşdü, şövrə deyib bunu aparın, gömürə. Bunları apar gömürə. Dedi ki, mən qorxuram. Dedi ki, qorxmayın. Bu müəllimdir, bir də mədəniyyət evinin direktoru. Niyə qorxursan? Nəysə, gətirdi, indi bizdə cıncın bulağı var. Bulağın yanına dedi ki, yox, buradan oraya getmək. Dedi, get, qorxma. Gətirdi idarənin qabağına, cəmaat da oradaydı, dedi ki, yaxşı, çıx get. Elə qorxurdu ki, dedi, çıxdı, getdi. Bax, belə hadisələr. Nə bilim, sonra mən vaxtında çıxdım, iyul ayının 7-sində. Gördüm ki, yox, burada yaşamaq, qalmaq mümkün deyil. Uşaqlar da balacadır. Məcbur oldum, getdim Naxçıvana. Naxçıvanan maşın tutdum, gətirdim. Qardaşımın da veşini, öz veşimi də yığdım. Gəldik. Onu da deyim ki, əvvəlcədən gəldik Bakıya. Bakıda Köçkünlər Komitəsi yaranmışdı. Bu Köçkünlər Komitəsində deyirlər ki, hamınız da gedirsiniz. Qərbi Azərbaycandan köçən Azərbaycanlıların hamısı da gedir Dağlıq Qarabağa. Siz onların dilini bilirsiniz. Onlara təsir ilə, onlar oradan çıxsın, siz də yerləşin onların yerində. Çıxsınlar, gəldik orada ermənilər nümayiş eləyirdi, biz də Şuşaya toplaşmışdıq. Qərbi Azərbaycandan haradasa nə qədər, bəlkə də 100-200 Azərbaycanlı vardı. Onlar orada nümayiş eləyəndə biz burada nümayiş eləyirdik. Dedilər ki, belə də eləmə. Nümayiş eləməyin. Son olaraq mən arzu eləyərdim ki, bizim bu gənclər bu hadisələri yadından çıxartmasınlar. Mən məktəbdə həmişə bu hadisələri işılandırırdım, deyirdim. Deyirdim ki, Allah qoysa, elə olar ki, biz qaydarıq. Amma oxumaq lazımdır. Oxuyun, savad qazanın ki, biz bir də bir-birimizə kömək ola qaydaq.